Salam hörmətli şahidlər, deməli birinci blok, ikinci cəhd imtahana düşən suallara baxacağıq. Deməli yazılıb f törəmə 18 tapaq. Gəlin fx-in törəməsini tapaq. Bu 2 vuruqdur, sabitdir. Bunun törəməsi olur 2 vurulsun kök altda x minus 2. Bu 2'lər ixtisar gedir, qalır 1 böl kök altda x minus 2. 18'i yerine yazsaq 1 böl kök altda 16, bu da 4 edəcək. Yəni doğru cavabımız Y. İkinci suala baxaq. Px çox ədlisi üçün px plus 1 px x kvadrat plus 2x. Dostlar gəlin x-in yerinə birinci 1 yazaq. Mən 1 yazıram. X-in yerinə birinci 1 yazıram. Burada P2 olacaq. Çıx P1. 1 yazdığıma görə 3, 1 olacaq. Sonra x'in yerinə 2 yazacağım artıq. 2 yazanda olur P3, P2, 2 yazıram 4, 4, 8, 6 qalır. Sonra x'in yerinə 3 yazıram. P4, çıx P3, 3 yazanda 9, 6, 15, 13. Baxın, indi gəlin bunu tərəf-tərəfə toplayaq. Görək nə alınacaq. Baxın gör nə edir. P2'lər islah, P3'lər islah. Qalacaq P4, çıx P1. Bunları da toplasaq alınacaq 20. Buradan da P4 üstə gəl P1 2'dir. Bunu da tərəf-tərəfə toplasaq P1'lər gedəcək, alınacaq 2P4 22'yə. P4 buradan alacaq 11. Yəni doğru cavabımız A variantı. Funksiyanın ən böyük qiyməti ilə ən kiçik funksiyanın ən böyük qiyməti ilə gx funksiyasının ən kiçik qiymətinin fərqini tapın. Gəlib baxaq. Deməli A sinus x plus B kosinus x funksiyasının ən böyük ən kiçik qiymətini tapmaq üçün bunların əmsallarının kvadratları cəmi götürüləcək. Ən böyük və ən kiçik. Yəni olur kök altda A kvadrat üstə gəl B kvadrat. Birinci düsturu yazıram ki kök altda A kvadrat B kvadrat. Onda A'sı bunun 4 kökdə 3'dür. B'si mənfi 1'dir. Olacaq kök altda mənfi 16, 48, o da 1, 49. Bu da kök altda 49. Yəni mənfi 7, 7. Bunun ən böyük qiyməti 7'dir. Bu bilindi. Bəs bunun ən kiçik qiyməti. Bax, belə olan halda sadələşdirməlisiniz. Sadələşdirək. Gəlin 2'yə vuraq. 2'yə bölək. Yuxarı sinus 4x'in açılışıdır. Bəs sinus 4x'in elə bir belə yazılacaq da 2'də 1 sinus 4x. Sinus 4x'in qiymətlər çoxluğu necədir? 2'də 1 vurulsun mənfi 1 ilə 1 arasında. Yəni mənfi 2'də 1 ilə 2'də 1 arasında. Bunun da ən kiçik qiymətini. Ən kiçik qiyməti mənfi 0,5'dir. Və bunun ən kiçik qiymətinin fərqini tapın. Yəni 7'dən çıxacaq mənfi 0,5'i. Yəni bu da doğru cavab olacaq 7,5 B variantı. Dördüncü sual. 2x minus 3 integralını tap. Yəni çox sadə suallardır. Yəni hələ ki 1'dən 3'ə kimi 2x'in integralı x kvadratıdır. 3'in integralı 3x'dir. Artıq belə yazıram. Mən hesabladım. 1'dən 3'ə. Birinci yuxarı sərhədi qoyuram. 9, 6'dan çıxacağıq.
1 qoyanda -2 eləyir. -2-ni, yəni bu da doğru cavab. Bircə dəqiqə. Vay vay, bu 3x eləyir. 3 yazmışam. Deməli 3 yazanda 9, 9, 0 eləyir də deyəsən. 0-dan çıxacaq. 1 qoyanda 1 çıx 3. -2, yəni bu da doğru cavab 2, yəni Y variantı. Ümumi həddi AN və BN olan ardıcıllıqlar üçün A, K bir-birini şərti ödənərsə, AN ardıcıllığın ilk K həddinin cəmini tapın.